Bir önceki videoda bununla bağlı bir neçə sual var. Tam olaraq cavablandırım nədir? Birincisi, havanı alta yox, bu hissədən, yəni önə doğru verir, alta vermir. İkincisi, tam olaraq notebookun notebookun bu hissəsində dayandığına görə taxanda havanı notebookun alt hissəsinə, yəni özünə yox, altına verir. Bu notebookda görünür yəqin ki, cooler buradadır və bunu da buradan taxanda birbaşa havanı coolerə verir. Daha dəqiq göstərəcəm. Və cooler aldığı havanı bu tərəfdən soyudub çıxarır.